Valideyn, məsələn, uşağa, telefon verib özü də telefonla oynayırsa, yəni, yorğunam, işdən gəlmişəm, o da sakit oynasın, orada mən də burada başımı dinləyim, dincəlim biraz falan düşüncəsindədirsə əgər valideyn, təbii ki, bu uşaq internet asıllığına gedəcək. Amma valideyn uşaqla vaxt keçirirsə, çünki biz bir valideynliksə, biz bunun məsuliyyətini dərk eləməliyik. Çünki, yəni uşaq, dünyaya gətirməklə uşaq olmur da, uşaqla vaxt keçirmək Bəli, lazımdır, böyütmək uşağa lazım. zaman, o sorumluluğu almalıyıq da, məsuliyyəti hiss eləməliyik. Ona görə nə qədər yorğun olsaq da biz uşaqla vaxt keçirməliyik. Bəzilərimiz uşaq əl-ayağı dolaşmasın, bizə mane olmasın deyə, bəzilərimiz uşaq əksinə inkişaf eləsin, onun üçün faydalı nəsə bir kontent olsun deyə elə özümüz uşaqları bu vasitələrlə tanış eləyirik və əlbəttə ki, cizgi filmləridir, animasiyalardır, videolardır və s. Lakin çox vaxt təəssüf ki, yaşa diqqət eləmirik. Uşağın 15 yaşdan öncəsində uşağın şəxsi bir telefonunun ya da planşetinin olmamasına diqqət eləmək lazımdır və telefon ekran məruziyəti olduğu dövrdə də nəyə baxacağına diqqət eləməlidir valideynlər. Çünki hansı kanallar izləniləcək, hansı proqramlar izləniləcək və hansı nə qədər saatda izləniləcək, buna diqqət etməsi lazımdır. Tutaq ki, bir uşağın yarım saat 45 dəqiqə ekran məruziyəti varsa, 46-cı dəqiqədə artıq ekran kapatılmalıdır, bağlanmalıdır. Bizim bir hocamız var, Eyüp hoca, o öz kitabında belə bildirir ki, mən deyir valideynlərə hər zaman sual verirəm ki, siz uşağınızı tanımadığınız yad bir insanla eyni otaqda qalmasına icazə verərdinizmi? Yəni bir Çox televizorla həqiqətən valideynlər icazə verir ki, uşaq tək başına qalsın. Bəzən valideynlər ifadə edirlər ki, telefonu əlindən aldım, uşağımı tanıya bilmirəm. O qədər şiddət göstərir, şiddətə meyllidir ki, yəni harda yanlış elədik ki, bu uşaq bu hala gəldi. Hər kəs salamlayıram. Bugündən etibarən Smart Sağlam İnkişaf platformasının təşkilatçılığı ilə yaradılan Valideyn Bələdçisi adlı podkastımızla qarşınızda olacağıq. Biz hara getsək, harda olsaq da daim bir bələdçiyə ehtiyacımız olur. Buna görə də bir yola çıxdıq və bugünkü qonağımız uşaq və yeniyetmə psixiatrı, uzman həkim Ceyran Əhmədovadır. Ceyran xanım, dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə təşəkkür edirik. Çox sağ olun, dəvətiniz üçün təşəkkür edirəm mən də. Bu gün istədik ki, günümüzün aktual, vacib məsələlərindən biri olan uşaqların televizual əyləncə kontentinə nəzarətlə bağlı mövzuya toxunaq. Çünki bu hal-hazırda bütün valideynləri düşündürür, bütün valideynləri narahat eləyir və bu ümumiyyətlə niyə görə danışılmalıdır? Bu bizim üçün nə üçün əhəmiyyətlidir? Uşaqların ekran qarşısında çox vaxt keçirməsi bizi nə üçün düşündürməlidir? Bundan başlasaq yaxşı olar. Çox sağ olun dəvətiniz üçün. Ekran istifadəsi həqiqətən hal-hazırda problemli bir vəziyyət halına alıb. Çünki bilirsiniz pandemiya dövrünü atlatdıq 2020-ci ildən bu yana və bu dövrdən də sonra onlayn olaraq həm dərslər, həm evdə homework işlər, evdən işləmək falan artdığı üçün ekran məruziyəti həm böyüklər tərəfindən, həm uşaqlar tərəfindən artmış durumdadır. Və biraz valideyn nəzarətsiz buraxdıqda da uşağın telefon istifadəsini, o zaman sadəcə dərslərə, yararlı işlərə deyil də, uşaqlar daha çox oyunlara, lazımsız videolara, YouTube istifadəsinə, digər sosial media istifadəsinə aşırı düşkünlük yaranır və uşaqlarda bu da asıllıq vəziyyətinə gətirib çıxardır. Ceyran xanım, bəzilərimiz uşaq əl-ayağı dolaşmasın, bizə mane olmasın deyə, bəzilərimiz uşaq əksinə inkişaf eləsin, onun üçün faydalı nəsə bir kontent olsun deyə elə özümüz uşaqları bu vasitələrlə tanış eləyirik və əlbəttə ki, cizgi filmləridir, animasiyalardır, videolardır və s. Lakin çox vaxt təəssüf ki, yaşa diqqət eləmirik. Bunun üçün uyğun yaş varmı? Yəni uşaqların kompüterdir, televizordur, planşetdir və s. bu kimi qurğulardan istifadəyə başlaması üçün uyğun yaş varmı?
Amerikan Psixiatri Assosiasiyasının bildirməsinə görə ilk 2 yaşda qətiyyən telefon olmamalıdır, amma biz həkimlər ilk 3 yaşda qətiyyən telefon, ekran, yəni heç bir ekran məruzəti olmamasını istəyirik. Yəni bəzən valideynlər düşünürlər ki, bəli, oradan bilgiləndirici videolar açanda, televizordan ya da digər kompüter falan açanda uşağa öyrədir bu. Əksinə bu uşaqda həqiqətən də inkişaf geriliyinə gətirib çıxardır. Niyə deyə soruşsaz, çünki ekran məruzəti olan uşaqlarda biz istəyirik uşaq dil açdığında ünsiyyət bacarığı formalaşsın. Bəli, bəli. Amma ekran məruzəti olan uşaqlarda orada ekrandan tək tərəfli danışıq olduğuna görə, çünki orada sadəcə uşağa ekranda bir şeylər görünür. Oradan sual vermir uşağa, uşaqdan hər hansı bir cavab gözləmir, hər hansı bir ünsiyyət gözləmədiyinə görə ekran təbii ki, bu uşaqda ünsiyyət problemləri yaranacaq. Ünsiyyətdə, danışıqda, nitqində geriləmələr olacaq. Hətta əqli gerilik səviyyəsində eğitim oyaran eksikliyi falan gətirib çıxaracaq. Bəli, bir uşaqda autizm yaradacaqmı? Təbii ki, autizm yaratmaz ekran məruzəti ya da diqqət eksikliyi, hiperaktivite yaratmaz. Ancaq var olan, genetik olaraq var olan autizmdir, diqqət eksikliyi, hiperaktivitedir. Bunları daha şiddətləndirəcək və uşağı geri salacaqdır ekran məruzəti. Bəli, çox təəssüf ki. Bəli. Yəni bir tərəfli olur, uşaq Bəli, aldığını qaytarmır deyə. Bəli, ünsiyyət həm orada problemi təbii ki, qabarır. uşaqda ünsiyyət bacarığı formalaşmır. Uşaq duyğularını ifadə eləməkdə çətinlik çəkir, duyğu regulyasyonunda problem yaranır. Yəni ona görə valideyn düşünməsin ki, hə bizim dövrümüzdə var idi, biz ekrana baxmışıq, heç bir şey olmayıb. İndi də uşaqlarda, çünki həqiqətən də çox rast gəlirik. Günlük həyatımızda da bu pasiyentlər də gəlir. 3 aylıq, 4 aylıq uşağı açıb televizor qabağına qoyurlar ki, sakitləşsin. Burada valideynləri günahlandırmaq istəməzdim, amma həqiqətən bəzən valideynlər rahatlığa qaçdıqları üçün ekran qarşısına oturturlar uşaqları. Bəli. Bəs Ceyran xanım, indi dedik ki, 3 yaşdan sonra Bəli. qoymaq olar. Bəs bu zaman biz vaxt olaraq hansı vaxtı gözləyə bilərik ki, uşaq nə qədər vaxt keçirə bilər onun qarşısında? Öncəliklə uşaqlara məsələn çox tez-tez rast gəldiyim bir şeydir ki, məsələn 3 yaşında, 4 yaşında uşağın özünün şəxsi telefonu olur ya da planşeti olur. Öncəliklə bu şeylərə diqqət eləmək lazımdır ki, uşağın 15 yaşdan öncəsində uşağın şəxsi bir telefonunun ya da planşetinin olmamasına diqqət eləmək lazımdır və telefon ekran məruzəti olduğu dövrdə də nəyə baxacağına diqqət eləməlidir valideynlər. Çünki hansı kanallar izləniləcək, hansı proqramlar izləniləcək və hansı nə qədər saatda izləniləcək, buna diqqət etməsi lazımdır. Tutaq ki, bir uşağın yarım saat 45 dəqiqə ekran məruzəti varsa, 46-cı dəqiqədə artıq ekran kapatılmalıdır, bağlanmalıdır. Yəni bu tutaq valideyn də məsələn uşaqla birlikdə oturub baxmalıdır ya da valideynin olduğu otaqda olmalıdır televizor ya kompüter ki, valideyn diqqət eləyə bilsin ki, bu uşaq nəyi izləyir. Bizim bir hocamız var, Eyüp hoca, o öz kitabında belə bildirir ki, mən deyir valideynlərə hər zaman sual verirəm ki, siz uşağınızı tanımadığınız yad bir insanla eyni otaqda qalmasına icazə verərdinizmi? Yəni bir Çox televizorla həqiqətən valideynlər icazə verir ki, uşaq tək başına qalsın. Yəni orada nə baxıldığına, hal-hazırdakı televizorlarda internetə bağlandığına Bəli, görə, bəli. yəni uşaqlar çox nəzarətsiz istifadə etmiş olurlar. Maria Montessori'nin işlətdiyi bir fikir, bir cümlə, ifadə həmişə xoşuma gəlir. Uşaqların beynini əmici beyin adlandırır. Yəni ki, uşaq ətrafda nə görürsə, onu hopdurur. Və əgər uşağın gördükləri, yəni əgər bu vasitələr arxasında, vasitələrlə uşaq çox vaxt keçirirsə, orada çoxlu izlədikləri şeylər çoxdursa və bunlar uşağa necə təsir eləyəcək? Yəni uşaq özünə artıq nəyi hopduracaq? Uşağın fiziki, psixoloji sağlamlığına necə təsir eləyir bu izlənilənlər? 5 yaşından sonra adətən uşaqların beyinləri belə deyək, uzununa deyil də yanlara doğru, yəni bir şeylərə artıq oturmağa başlayır orada və bu dövrdə valideynlər həqiqətən çox diqqətli olmalıdırlar izlədikləri proqramlara, cizgi filmlərinə. Ən çox izlənilən cizgi film olan Maşa və Ayı cizgi filmində belə həqiqətən oradakı uşağın davranış problemləri
problemlərinin olması bu uşaqlara həqiqətən çox böyük təsir eləyir, və ona görə valideynlər davranış problemi olan verilişlərdən, proqramlardan uşaqları uzaq tutmalıdırlar. Çünki əgər bir uşaqda diqqət eksikliyi, hiperaktivitə varsa, məsələn bir davranış problemi, davranışsal bir problemlər genetik olaraq yatqın bir uşaqdırsa deyəlim, bu uşaqda həqiqətən də izlədiyi şeylər uşağa çox böyük təsir eləyir və bu uşaq necə ki, məsələn valideyn evdə necə davranır, uşaq onu göstərirsə, eyni şəkildə də bu izlədiyi proqramlar da uşağın davranışlarına belə təsir göstərir. Yəni biz ona görə istəyərdik ki, şiddət içərikli xəbərlər olsun, televizordakı hər hansı bir kinodur, proqramlardır. Bunlardan cizgi filmlərdə valideynlər uşaqlarını uzaq tutsunlar. Eyni zamanda bu onlayn oyunlara da aiddir ki, hansı PUBG falan savaş oyunları oynayır uşaqlar çox vaxtı. Yəni bu oyunlarda həqiqətən uşaqların davranışlarında öz əksini tapır. Ceyran xanım, indi istəyirəm ki, valideynləri narahat eləyən bir məqama toxunaq. Asılılıq. Valideynlər necə hiss eləməlidir ki, övladında artıq bir asıllıq yaranıb? Onu göstərəcək, onun siqnalını verəcək hansı nüanslar ola bilər? Valideynlər təbii ki, nəzarətsiz telefon, ekran istifadəsi uşaqlarda asılılığa gətirib çıxarır. Həqiqətən də günümüzün ən böyük problemlərindən biridir və müayinəyə gələn hər bir pasientdə, hər bir uşaqda demək olar ki, bu ekran asılılığı var. Çünki həqiqətən valideynlər çox nəzarətsiz buraxırlar uşaqları bu konuda. Nələrə diqqət etmələri lazımdır valideynlərin? Öncəliklə uşaq əgər ekran sürəsi əvvəlki vaxtlara görə daha uzun müddətdə qalırsa, ekrandan ayrı qaldığı müddətdə fikri uşağın telefonda, ekranda qalırsa, oyunlarda qalırsa, yəni diqqətini dərsə ya da tutduğu hər hansı bir işə verə bilmir, fikri orada qalıb ki, görüm oradakı oyunlar nə səviyyədədir, nə vəziyyətdədir. Nəyi tutaq, başqa söhbət eləyir valideynlə, amma fikri ordadır ki, gedib telefonda nəyə baxacam, nəyə oynayacam, orada qalır yenə fikir və aqressiyası telefondan valideyn uzaqlaşdırdıqda aqressiv olur uşaq, vurması, saldırması, evdəki əşyalara zərər verməsi, qardaşına, bacısına vurması kimi aqressiv davranışlar göstərə bilir. Həqiqətən də bəzən valideynlər ifadə edirlər ki, telefonu əlindən aldım, uşağımı tanıya bilmirəm. O qədər şiddət göstərir, şiddətə meyllidir ki, yəni harda yanlış elədik ki, bu uşaq bu hala gəldi. Və uşaq bəzən asıllıq o səviyyədə olur ki, uşaq yeməkdən, içməkdən kəsilir, məktəbə getmək istəmir, dərslər axsayır, ev işləri, evdəki həyatı axsayır, hətta yemək yeməyə qalxmayan uşaqlar var ki, məsələn, qalxsa, yeməyə vaxt ayırsa, tualetə öz ehtiyaclarına vaxt ayırsa, o oyunlardan geri qalacaq, vaxt gedəcək. Ona görə, yəni bu dərəcədə, şiddətli dərəcədə asıllıq olan uşaqlar olur və eyni zamanda bu uşaqlarda, məsələn, orada oturduğu yerdə bəzi uşaqlarda olur ki, yedikləri üçün fiziki aktivliyi az olduğu üçün obezite dediyimiz aşırı kilo problemləri çox rast gəlinir uşaqlarda, həddən artıq piylənmə, hərəkətsizlikdən bağlı. Ancaq burada bir şey də vurğulamaq istərdim ki, xatırlamışkən, bəzən hər hansı bir psixiatrik xəstəliyə bağlı, məsələn, araşdırmalarda onu araşdırılır ki, məsələn, bir psixiatrik xəstəlikmi birinci başlayır, sonra asıllıq yaranır, yoxsa bir asıllıq özü, internet asılılığı özü bir primer bir xəstəlik olaraqmı ortaya çıxır? Yəni iki fikri dəstəkləyən araşdırma sonuçları var. Ancaq valideyn onu bilməlidir ki, bir uşaqda asıllıq varsa, o zaman onun uşağında bir öncəliklə depressiyanla çox əlaqələndirilib, bir depressiv pozuntu ola bilər, bir diqqət eksikliyi, hiperaktivitənin diqqət eksikliyi qismi ola bilər, bir sosial fobiya ola bilər. Hansı ki, niyə bu xəstəliklər önəmlidir? Çünki əgər bir uşaqda sosial fobiya varsa, o zaman bu uşaq təbii ki, üz-üzə ünsiyyətdən uzaqlaşır. Üz-üzə ünsiyyət qurduqda utanqaclıq, özünü rahat ifadə edəməmə problemləri olur və beləliklə də bu uşaq rahatlıqla kompüter arxasında, klaviatur arxasında rahatlıqla
özünü ifadə edə bildiyinə görə, yavaş-yavaş o internet, asılılığı yaranmağa başlayır. Çünki oradan, həyəcanlanmır, utanmır, qorxmur və rahatlıqla, onlayn oyunlara qoşulur, orada dost-tanış edinir və həqiqətən də burdan, uşaqlar, üz-üzə ifadə eləyəməyəcəyi ifadələri çox rahatlıqla özümüz də gördüyümüzə görə klaviatura arxasında çox rahatlıqla, belə deyək, şirə aslana dönürlər uşaqlar orada. Hımm. Hər cür ifadələri də işlədə bilirlər. Eyni zamanda bu diqqət eksikliyi, hiperaktivite olan uşaqlarda da, yəni ona görə bir uşaqda belə bir problem varsa, valideyn, uşaq psixiatra müraciət eləməkdən çəkinməsinlər. Yəni bunun Bəli. kökündə bir psixiatrik problem ola bilər. Bəli, elə onu soruşmaq istəyirdim ki, mən də bəs bu asılılığı bir Hı quyu hı. adlandırsaq, uşaq bu quyuya düşübsə, o uşağı oradan necə çıxartmaq Hı olar? hı. Neynəmək olar ki, valideynlər uşağı xilas eləyə bilsinlər? Ceyran xanım, asılılıq yoxdursa, bu o demək deyil ki, yaranmayacaq. Yəni Bəli. valideyn o balansı necə qoruyub saxlamalıdır ki, Hı. ə, sərhəd qoya bilsin, o sərhədin içində həm nəvaziş olsun, həm qadağalarını qoyacaq yəqin Hı ki hı. və burada valideyn nəyi gözləməlidir? Uşaqla necə davranmalıdır ki, nə münasibətlər korlanmasın, eyni zamanda da həmin sərhədləri doğru şəkildə qoya bilsin. Bizim hal-hazırda bir həqiqətən də böyük problemlərimizdən biri bu sərhəd disiplin problemləridir ki, Bəli. hal-hazırda çox ailə bunu, qoya bilmir, uşağına sınır, kural qoya bilmir. Çünki bizim böyüdüyümüz, nəsil, bizim nəsil, bizimlə eyni yaşda olan nəsil adətən valideynlər tərəfindən biraz daha çox, sıxılan, biraz daha çox, yəni rahatlıq verilməyən Bəli, bir bəli. nəsilik. Ona görə də bizim yaşdakı valideynlər biraz uşağına mənə olmayıb, qoy mənim uşağıma olsun. Mən tutaq ki, həm velosiped istəmişəm, almayıblar, nə bilim, hər hansı bir kuklanı istəmişəm, almayıblar, qoy mənim uşağım nə istəyir o olsun. Biraz bu düşüncə tərzinə yaxınlaşırlar. Biz də uşağa sınır, disiplin, kural qoyulması dediyimizdə valideyn deyir ki, hə neyniyim uşağı çox sıxım. Yəni biraz rahat burax dediyimizdə də hə neyniyim başıboş buraxım. Ya həqiqətən bu düşüncə çox valideyndə var. Yəni tək tərəfli düşünürlər. Yox, araşdırmalar da onu göstərir ki, həqiqətən bir valideyn nə qədər, qərarlıdırsa qoyduğu qayda qanunun üstündə, uşaq da o qədər özgüvənli böyüyür, uşaq da o qədər, valideyninə inanan böyüyür. Çünki uşaq bilir ki, valideyn, uşağın bir problemi olduğunda bilir arxasında dayanan bir valideyni var. Çünki, uşaq bilir ki, valideynin, dediyi sözün üstündə durur. Amma hansı ki o dəngəsiz valideynlər var ki, məsələn 5 dəqiqə belə qərar verir, adi bir telefonu 5 dəqiqə deyir telefon olmaz, 5 dəqiqədən sonra uşaq ağlayan kimi telefonu verir uşağa. Bəli, bəli. Belə bir valideyn olanda uşaq fikirləşir ki, zaten mən valideynim arxamda necə dura biləcək ki, bir dediyi ilə o bir dediyi üst-üstə Bəli, düşmür. valideyni israrlı Hə, hə, görmür. israrlı. Ona görə də həqiqətən bu çox önəmlidir valideynin. Mən həmişə valideynlərə deyirəm, pasientlərimin valideynlərinə deyirəm ki, yəni o ipi nə çox buraxın, nə çox sıxın. O orta dəngəni tutturmaq lazımdır. Yəni ona görə də valideyn də bilməlidir ki, uşağına sınır, qayda, qanun, kural qoyulmalıdır. Tutaq ki, axşam məsələn belə deyim, indi biraz mövzudan kənara gedirəm, amma uşaq bilməlidir ki, valideynim məsələn axşam saat tutaq ki, 8-dən sonra evə gəlinməməlidir. Bunu evdəki hər bir kəs bilməlidir. Həm ata, həm ana, həm digər uşaqlar, bu balaca uşaqdırsa bu uşaq da, yəni hər kəs bu qayda qanuna əməl eləməlidir. Bəli. Belə olan halda da valideyn tutaq ki, uşağa sınır qoyanda, məsələn telefonu sürə vaxt qoyanda ki, tutaq ki, gün ərzində yarım saat telefon oynanılacaq. O uşaq da bilir ki, valideyn qərarlıdır, sözünün üstündə durur. Yəni yarım saatdan sonra bu telefon yığışdırılacaq. Amma valideyn məsələn kuxnadan, mətbəxdən uşağa səslənir. Söndür telefonu və heç bir əməl olunmur başqa bir şeyə. Gedib tutaq ki, bir həftə cəza verilmir uşağa, telefon cəzası. Nəsə bir uşağın istədiyi bir şeyi, yəni bir bədəl ödətilmirsə əgər uşağa, o uşaq da fikirləşir ki, mamadır da, danışır, söndür deyib sonra heç nə eləməyəcək. Amma məsələn valideyn bir dəfə uyarandan sonra ki, uşağa telefon söndürülməlidir. Yarım saat tutaq ki, ya kənardan cihaz səsli saat falan, zəngli saat ya da budilnik kimi bir şeylər də yəni qurulsa və o yarım saatdan sonra tutaq ki, 31-ci dəqiqədə artıq telefon yığışdırılsa,
danışdırılmasa telefon, valideyn bir həftə uşağa telefon yasağı gətirsə, uşaq bir sonrakı şeydə artıq biləcək ki, hə, 30 dəqiqədən sonra telefon söndürülməlidir. Yəni valideynin ordakı qərarlılığı çox önəmlidir. Yəni o Bəli. tutumlar valideyn bəzən deyirlər ki, hə, doktor elə danışırsınız, elə bir rahatdır, elədir. Yəni 5 yaşındakı bir uşağa valideyn sınır kural qoya bilmirsə, təbii ki, 13-15 yaşında yeniyetməlik dövründə Daha çətin problemləri olacaq. qatlanaraq Bəli, bəli. artacaq. Elədir, uşaqlar özdə hər zaman özlərinə daha rahat olanı seçirlər. Bəli. Məsələn, ailənin bir üzvü, tutaq ki, ana bir sərhəd qoyursa, ata Bəli. isə deyir, eybi yoxdur, biraz da baxsın. Ən Orada böyük artıq problemlərimizdən uşaq, biri. bir boşluq yaranır. Zaten elə olanda da mən valideynlərə də deyirəm, sınır qoyan, kural qoyan valideynə qarşı düşman tavırları daha çox artır. Çünki ata hər şeyi eləyən bir konumda olur, ana kural İcazə qoyan. verməyən. Bəli. Ona görə anaya qarşı uşaq düşman kimi davranmağa başlayır. Ona görə bir evdə nənə baba yanında böyüyən uşaqlarda daha çox bu problemi görürük. Ona görə bir evdə hər kəs biri nə deyirsə, o birisi də o ağızdan danışmalıdır. Yəni hərə bir şey deməməlidir Belə uşağa. hər kəs eyni pozisiyada olsun. Bəli. Çox Düzdür. önəmlidir bu. Ceyran xanım, bayaq animasiyalardan, cizgi filmlərindən söz açmışdıq. Onların dedik ki, uşaqlara ziyanlı tərəfləri var da indi əgər seçilənlər düzgün seçilməyibsə. Valideyn buna necə nəzarət eləyə bilər? Bilirik ki, bunun fərqli yolları var və eləsi olur ki, hə, valideyn evdədir, elə valideyn var ki, işləyir, amma nəzarəti də gərək əldən verməsin ki, uşaq nə izləyir və nə qədər izləyir. Bunlar haqqında nə deyərdiniz? Təbii ki, indi işləyən valideynlərin belə evində uşağa baxan ya da ya bir köməkçi ya kim biri olur, yəni nənə ya kimsə, təbii ki, tək anadan deyil, evdəki hər kəs buna əməl eləməlidir. Yəni o kömək üçün gələn dayə belə bunu nəzarət eləməlidir. Hansı ki, indi görürük ki, dayələr də telefonlara, televizorlara uşaqlara verir. Uşaqlarda bayağı bir problemlər, yəni qatlanıb artır. Ona görə hər kəs bir nəfər kimi o sınıra, qaydaya, qanuna əməl eləməlidir. Valideynlər nə etməlidir? Məsələn, o hal-hazırda yəni bu qədər inkişaf etmiş zamanədə yaşayırıq. Yəni proqramlar var ki, valideyn bunu idarə eləyə bilər öz telefonundan, hər başqa bir yerdə olsa belə, uşağının evdəki elektron cihazından proqramları idarə eləyə bilər ki, məsələn müəyyən saatlar qoya bilər, o saatdan sonra sönəcək telefon ya da yəni həqiqətən bunu nəzarətdə saxlaya biləcək bir zəmanədəyik də. Amma nə yazık ki, valideynlər biraz bunu boş buraxırlar. Cizgi filmdirsə heç nəzarət eləmirlər ki, cizgi filmin içəriyi nədir, nə ola bilər. Oyundursa, hə, çox masum düşünürlər cizgi filmlər haqqında da. Ancaq həqiqətən də cinsəl içərikli olsun, yəni şiddət içərikli olsun, cizgi filmlər olsun, oyunlar olsun, həqiqətən də çox içəriyi pis olan, uşaq üçün uyğun olmayan cizgi filmlər falan var, uşaq oyunları falan var. Ona görə valideyn həqiqətən bu şeylərdə çox ciddi yanaşmalıdır. Öncəliklə məsələn 15 yaşından öncə biz heç bir uşağın telefonunun, şəxsi telefonunun olmasını istəmirik. O dəqiqə valideyn deyir, hə, məktəbə gedir, nə edək? Təbii ki, məktəb üçün balaca tuşlu telefon alıb, əgər bir uşağa sadəcə məktəb üçün verilirsə bu telefon, bir knopkalı, sadəcə zəng edib gələn bir telefon alına bilər yəni uşağa. Və 15 yaşından öncə qətiyyən istəmirik. Nə yazıq ki, hal-hazırda yəni az qala 1 yaşında uşağın belə telefonu var. Yəni çox bu üzücü bir haldır. Yəni çox yaxın zamanda bir gördüyüm pasiyentin belə sevinərək ailə dedi ki, uşağın 3 yaşı var, telefonu var, özünün şəxsi telefonu var. Yəni bu nə deməkdir? Bu bir ağlanacaq durumdur həqiqətən. Və 15 yaşından öncə bir uşağın uşaq otağında televizor, kompüter qətiyyən olmamalıdır. Yəni kompüter ulu orta, yəni qonaq otağında, mətbəxdə valideynin nəzarət eləyə biləcəyi bir yerdə olmalıdır. Və uşaq sosial mediadan istifadə etməməlidir. Nə yazıq ki, hal-hazırda o qədər çox sosial media istifadəsi var ki, uşaqlar arasında. Yəni istifadə etsə belə valideynin nəzarətində, valideynin yanında istifadə eləməlidir.
etməməlidir. Valideynin öz sosial mediasından istifadə eləməlidir və valideyn istifadə eləsin, ən azından uşaq yanında oturub baxsın belə bir şey, yəni. Çünki bilirik ki, məsələn, internet üzərindən də bu cinsəl istismar, pedofillər falan çox, yəni uşaqlar istifadə eləyirlər. Məsələn, nəzarətsiz qalanda uşaqlar, bu pedofillər uşaqlara internet üzərindən ulaşıb, məsələn, indi ərgənlik dönəmində, yeniyetməlik dönəmində olan bir qız uşağıdır, oğlan uşağıdır. Zaten cinsəl kimlik arayışıdır, cinsəl istəyin artma dönəmidir, hormonal olaraq dəyişdiyi üçün. Bu dönəmdə məsələn onlar pedofillər hansı ki özünü uşaq kimi onunla öz yaşında göstərib, məsələn, internet üzərindən onlarla əlaqə saxlayıb, şəkillərini, nə bilim, uşağın görüntülərini falan götürüb bundan sonra şantaj eləyə bilər uşaqları. Yəni bu bizim Türkiyədə də çox rast gəldiyimiz bəli, çox rast gəldiyimiz problemlər idi ki, yəni sonrasında bu intihara qədər aparıb çıxara bilər həmin uşaqları. Yəni ona görə valideyn həqiqətən çox ciddi nəzarət eləməlidir belə şeylərə. Ceyran xanım, biz ziyanlarından danışdıq daha çox, amma indi elə dövrdə yaşayırıq ki, texnologiya bizim həyatımızdadır, yəni iç-içəyik və bu gün 2025-ci ildir, bizim övladlarımızın gələcəyi 2030-cu, 2040-cı illərə təsadüf eləyir. Hələ həmin zamanlardan nələr olacaq bilmirik, amma ən azından təsəvvür eləməyə çalışırıq. Yəni texnologiyadan tam şəkildə uzaq tutmaq da olmur uşaqları. Ümumiyyətlə bu doğrudurmu? Yəni tam qadağan eləmək, düzdür, buna çox da heç rast gəlmərik ki, kimsə tam şəkildə qadağan eləsin. Yəni doğrudurmu elə bir hal varsa? Hər hansısa ailədə ümumiyyətlə gərəkdirmi tam şəkildə sərhəd qoymaq, icazə verməmək və s. 3 yaşa qədər qətiyyən olmamalıdır. Yəni sadəcə görüntülü danışıq dışında 3 yaşında qətiyyən istəmirik. Şəxsən mənim özümün ailəmdə yaş yarımlıq qızım olduğuna görə bizim evimizdə televizor yoxdur. Bəli. Ekranda sadəcə görüntülü ailələrimizlə danışırıq. Onun dışında uşağa heç bir telefon göstərilmir. Və 3 yaşdan sonrasında təbii ki, biz texnologiyadan təcrid etmək istəmirik uşağı. Yəni buna zəmanə də imkan verməz. Yaxşı tərəfləri də var əslində. Əlbəttə, yəni bu çox yaxşı bir şeydir əslində bu texnologiyanın belə inkişafı. Sadəcə biz uşağımıza telefon ya da kompüter verdiyimizdə bunun ziyanlarını, olası uşağı hansı problemlər qarşıda gözləyə bilər, bunları anlatmalıyıq. Yəni necə öz yəni doğru istifadə şəklini anlatsaq əslində uşağa nələrə baxıb, nələrə baxmayacağını, yəni bu uşaq qarşılaşdığı bir problem olduğunda valideynlə ən azından ünsiyyət qura biləcək bir münasibətdə olmalıdır ki, yəni ən azından yanlış bir şey elədiyində belə bunu valideyninə rahatlıqla deyə bilsin. O bayaq dediyimiz hansı ki başqalarının istismarına açıq bir vəziyyətə düşməsin uşaq. Yəni valideyn bunu çox rahat, normal bir şəkildə bunu ifadə eləməlidir uşağa, açıqlamalıdır. Yəni kör-köranə hə sənə telefon aldım, al ürəyin nə istəyir, gir bax olmamalıdır. Bəli. Yəni olası problemlər, olası ziyanların hər birini uşağa anlatmaq lazımdır. Düzdür. Amma doğru düzgün istifadə edilərsə, Təbii ki, rəqəmsal savadlılıq əlbəttə. dövründəyik. Süni intellektdir, proqramlaşdırmadır, yaradıcılıqdır və s. Əlbəttə biz də zaten həyatından çıxartmağını istəmirik zaten. Bəli. Yəni bu doğru da deyil. Zaten hal-hazırda məktəblərdə belə telefon üzərindən, yəni müəllim belə dərsi WhatsApp-dan atıb valideynlərə bildirir. Yəni təbii ki bu Çoxlu sayda materiallar da var faydalanacağımız, əlbəttə, yəni yararlanacağımız. hər birimiz istifadə edirik zaten Bəli. internetdən. Amma düzgün istifadəsi. Tövsiyələriniz nə olardı Ceyran xanım? Valideynlər o hansı kontentlərdən istifadə eləyə bilərlər? Məsələn, bayaq cizgi filmi sadaladınız ki, o filmi izləsələr ziyandır. Amma bu dəfə faydalı olacaq kontentlər sadalaya bilərsiniz məsələn. Mən belə maraqlanmamışam hal-hazırda indi özümün uşağım da balaca olduğuna görə indi özüm şey eləməmişəm hələ ki, araşdırmamışam ki, hansısa cizgi filmlər daha uşağa yararlıdır. Ancaq valideyn özü məsələn araşdırıb tutaq ki, orada bir davranış problemi yoxdursa, təbii ki, orada bir uşağın öyrənə biləcəyi məsələn, normal indi valideynlərin hal-hazırda Azərbaycanda təhsil səviyyəsi yəni çox geri deyil də. Yəni valideyn özü rahatlıqla araşdırıb mənim uşağıma bu faydalı ola bilər dediyi şeyləri uşağına izlətə bilər. Ancaq yenə deyirəm, bunu nəzarətsiz qətiyyən qoymaq olmaz. Bəli.
Yəni bu Yəni ki, bir oyunlar ələyə içində. sahib olmaq lazımdır və Əlbəttə, ələkdən keçirtmək əlbəttə. lazımdır bütün Yəni bu qəbul sadəcə uşaq olunanları. oyunudur ya da uşaq cizgi filmidir deyib açıb hər bir şeyi uşağın qarşısına qoymaq olmaz. Hər bir şeyin, yəni oturub adi nağılları belə açırıq, oxuyanda görürük ki, məsələn bəzi nağıllar var ki, şiddət içəriklidir. Bəli. Çox Məsələn təəssüf. bizim uşaqlıqda nağıllarımız belə bəziləri çox şiddət içərikli, qorxu içərən səhnələr falan vardı. Yəni təbii ki, valideyn buna nəzarət eləməlidir. Yəni uşaq nağıldır deyib alıb al bu nağılı oxu olmaz. Yəni hər şeyə diqqət eləmək lazımdır. Düzdür. Çünki görürük internetdən də məsələn bəzən adi məktəb kitablarında belə çox anormal, yəni uşaqlara uyğun olmayan belə şeylər olur, hekayələr falan olur. Düzdür. Ceyran xanım, bu uşaqda ekran asıllığının qarşısını almaq üçün bayaq düzdür, onlardan danışdıq. Lakin bu ailə ilə birlikdə keçirilən vaxt ki var, birlikdə mütaliə saatıdır, gəzintidir, hər hansı yaradıcılıqla məşğul olmaq, nəsə düzəltmək, bunlar əlbəttə ki, düşüncəsi belə gözəldir. Bəli. Haqqında nə deyərdiniz? Yəni Təbii o balansı valideyn necə qoruyub saxlaya bilsin? Valideyn məsələn uşağa telefon verib özü də telefonla oynayırsa, yəni yorğunam, işdən gəlmişəm, o da sakit oynasın, orada mən də burada başımı dinləyim, dincəlim biraz falan düşüncəsindədirsə əgər valideyn, təbii ki, bu uşaq internet asıllığına gedəcək. Amma valideyn uşaqla vaxt keçirirsə, çünki biz bir valideynliksə biz bunun məsuliyyətini dərk eləməliyik. Çünki yəni uşaq dünyaya gətirməklə uşaq olmur da, uşaqla vaxt keçirmək Bəli. lazımdır, uşaqla Böyütmək uşağa lazım. zaman o sorumluluğu almalıyıq da, məsuliyyəti hiss eləməliyik. Ona görə nə qədər yorğun olsaq da biz uşaqla vaxt keçirməliyik. Əgər bir valideynlə uşaq arasında o duyğusal olaraq boşluq varsa ki, hansı ki valideyn uşaq valideyni əlçatmaz görürsə, o zaman təbii ki, uşaq özünü rahatlatmaq üçün sosial mediada, internet istifadəsinə daha çox yönlənəcək və uşaqla valideyn də yenə deyirəm, valideynlər çox vaxt bizi günahlandırır ki, çox rahat danışırsınız, yəni yorğunuq, vaxtımızı çatdıra bilmirik falan. Amma bu uşağın günahı deyil. Yəni biz o uşağı dünyaya gətirmişik. O uşaq bizim istəyimizlə dünyaya gəlib. Yəni uşaq öz istəyi ilə dünyaya gəlməyib. Ona görə bizim valideynlik borcumuz da uşaqla vaxt O vaxtı keçirmək. tapıb Tamam, ayırmalıyıq. bəlkə vaxt ayırmaqda çətinlik olursa, maddi olaraq çətinlik varsa, ki, məsələn, valideyn işləmək məcburiyyətindədir falan, ən azından heç olmasa həftədə 1 dəfə, 2 dəfə uşaqla zaman ayrılıb, ən azından bir yarım saat belə uşağa zaman ayrılmalıdır və məsələn, axşam yemək saatını ayarlaya bilərlər. Hansı ki, çox vaxt valideynlər hər ikisi evdə olur o saatda. Yəni çox işlərdə elədir ki, axşam hər kəs bir masaya toplanıb yemək yeyə bilər. Bu zamanda yanlarında bir telefon olaraq deyil, bir televizor qarşısında deyil. Hər kəs masanın ətrafında bir-biri ilə söhbət eləyərək, günün problemlərini danışaraq, yəni uşağın nə problemi olub, məktəbdə nə ilə qarşılaşıb, bir problemi varmı, valideynlərin bir problemi varmı? Yəni bu şeylərlə uşaqlarla söhbət eləyib, ən azından uşaq bir problemim varsa valideynimə deyə biləcəyim bir valideynim var düşüncəsini uşağa bildirmək lazımdır da. Valideyn necə eləsin ki, uşaqları, tutaq ki, uşaq oyun sevir, oyun oynamaq sevir. Artıq 15 yaşı da var, oyunlar oynayır, amma eyni zamanda da fiziki olaraq da canlı ünsiyyət, canlı oyunlar, valideyn övladını onlara necə cəlb eləyə bilsin? Hansı üsullardan istifadə eləyə bilər? Öncəliklə bu ta əvvəldən başlamalıdır ki, valideyn uşaqla normal münasibət qursun. Çünki 15 yaşından qədər bir uşaqla normal iletişim, normal münasibət qurulmayıbsa, təbii ki, bu yaşdan sonra olmayacaq deyə bir şey yox, amma çətin olacaq valideynlə uşaq. Artıq uşaq bağlanma problemləri dediyimiz problemlər artıq oturmuş olacaq. Ona görə ta doğumdan valideyn uşaqla, bu ana da, ata da uşaqla vaxt keçirməli, uşaqla münasibətin normal qurmalıdır ki, uşaq böyüdükdə də artıq 15 yaşında da bir problemi olduğunda internetdəki o sanal dostlara yönlənməkdənsə valideyninə ya da bir gerçək bir arkadaşına, normal bir arkadaşına, dostuna yaxınlaşsın. Uşaqlarda sosial aktivitələrin sosiallaşması üçün aktivitələr çox önəmlidir. Bəzən gəlir valideyn deyir ki, hal-hazırda dərs sistemində çətinliklə əlaqədar
uşaqların biraz sosiallaşması çox geridir. Valideyn gəlir, deyir doktor, uşaq evdə ancaq telefonla məşğuldur. Gedir dərsə, hazırlıqdan çıxdı, evə gəldi, ancaq telefon oynayır. Soruşursan, məsələn, indi başqa bir məşğul olduğu aktivitəsi, sevdiyi bir məşğuliyyəti varmı? Yox, doktor, çatmırıq ki biz ona. Biz ancaq məktəb və hazırlıq. Dərslər, hazırlıqlar. Amma təbii ki, bu uşaq nə edəcək? Təbii ki, bu uşaq da yorğunluğun çıxmaq üçün telefona, ekrana yönlənəcək. Bəli. Əgər başqa Başqa məşğuliyyəti məşğuliyyət olmasa. yoxsa təbii ki. Çünki valideynlər bizdə elə insanlar elə düşünür ki, ancaq dərsdirsə, hazırlığa gedirsə uşaq, ancaq dərs. Amma fikirləşmir ki, yəni araya bir fiziki aktivitə, bir şey qoyulsa, uşağın sevdiyi bir məşğuliyyət qoyulsa, o uşaq daha çox yorğunluğunu çıxmış olacaq və o telefondan da uzaqlaşmış olacaq. Düzdür. Ona görə mən valideynlərə hər zaman önərirəm ki, mütləq şəkildə uşağın həyatına bir aktivitə, sevdiyi bir iş əlavə olunmalıdır. Çünki o uşaq təbii ki, biz özümüzü düşünün, lap hazırlığa getməyən uşaq belə məktəbə gedib evə gəlirsə, bir aktivitəyə getmirsə, məşğuliyyəti yoxdursa, təbii ki, uşaq telefona, ekrana vaxt keçməlidir axı. Yəni bütün gündə dərs oxumadığına görə bu uşaq Qalan boş vaxtını bu şəkildə doldurmağa çalışır. Ona görə yəni bir aktivitə mütləq şəkildə olmalıdır. Yəni valideyn ona alternativ bir variantı təklif eləməlidir ki, bəli. uşaq telefondan və ya Bəli, digər həm vasitələrdən orada sosiallaşması yapışmasın. üçün çox önəmlidir uşağın. Sosial bacarıqlarına da Bəli, təsir eləyir çox uşaqların. önəmlidir uşaqlar üçün. Ya da tutaq ki, bir sosial fobisi varsa, uşağın məsələn bayaq dediyimiz, bu uşaqda da məsələn sosiallaşma çox yaxşı təsir eləyəcək bu uşağa. Bu uşaq orada ən azından bir neçə nəfərlə ünsiyyət bacarığını formalaşdıracaq və bəlkə zamanla o sosial fobisini belə yenə biləcək. Və eyni zamanda da yanaşı olaraq, məsələn, diqqət eksikliyi hiperaktivitəsi varsa bir uşağın, bayaq dediyimiz, məsələn, asıllıq yaratma ehtimalı çox olur bu xəstəliyin. Onu qumar asıllığıdır, internet asıllığıdır, başqa digər asıllıqların da, məsələn, siqaretdir, alkoldür, maddədir. Bunların asıllığı çox rast gəldiyinə görə, ona görə mütləq şəkildə sadəcə bir internet asıllığı deyib keçmək olmaz. Ona görə geniş bir müayinə olunması lazımdır uşaqların ki, bir kökündə bir problem varmı, yoxmu, dəqiqləşdirilsin. Aşkarlansın, bəli. Ceyran xanım, bəzən valideynlər düşünürlər ki, bu texniki qurğular arasında fərq var. Yəni televizor o qədər ziyan deyil. Yəni bu indi fiziki sağlamlıq baxımından danışıram da. Televizor o qədər ziyan deyil, çünki uşaq ona uzaqdan baxır. Amma telefon ziyandır, çünki yaxından baxır, gözünə ziyan olacaq, boynunu bükür, onurğasına ziyan olacaq və s. Ümumiyyətlə belə fərqlər var. Nə dərəcədə yəni realdır bu düşüncə? Onun bir araşdırma olaraq nəzər yetirməmişəm ki, yəni belə bir ikisinin arasındakı fərq olaraq bir araşdırma varmı ya da belə bir şey. Amma məntiqlə düşünəndə təbii ki, telefon sizin də sadaladığınız şeylərdə onurğada problemlərdir, gözdəki problemlərdir. Təbii ki, bu daha çox rast gəlinir. Bir də məsələn telefon əldə gəzdirilə bildiyinə görə adi hamamda, tualetdə, bilməm, yataq otağında, çarpayıda belə istifadə edir uşaqlar, daha çox məruz qalırlar ona görə və həqiqətən də yuxu problemlərinin, yuxu pozğunluqlarının başlıca səbəblərindən biridir. Araşdırmalar da onu göstərir ki, həqiqətən sosial media istifadəsi yuxu pozğunluqlarından çox asılılıqdır, yəni birlikdəlik göstərirlər. Ona görə də televizorun istifadəsinin belə bir yan təsiri var ki, əlavə təsiri deyək. Uşaqlarda orada da tək tərəfli danışıq olduğuna görə təbii ki, ünsiyyət bacarığı formalaşmır uşaqda. Bununla yanaşı da orada yəni əyləncəli bir proqramlar olsa belə, yəni beyni inkişaf elətdirmir, düşünməyə səbəb olmur. Passiv şəkildə səni sadəcə əyləndirə bilər. Yəni ona görə də heç bir şey qatmır əslində. Yəni biz böyüklərə də, uşaqlara da, yəni heç bir şey qatmır. Sadəcə passiv olaraq bizim yorğunluğumuzu bəlkə çıxarda bilər. Yəni onun dışında yəni bir uşağa qatacaq heç bir faydası yoxdur televizorun. Amma nə yazıq ki, valideynlər bunu bəzən özlərini inandırırlar ki, bəlkə də o özlərini rahatlatma mexanizmidir ki, yox doktor, mənim qızım tutaq ki, oradan rus dilini ya da bir ingilis dilini televizordan ya da telefondan öyrəndi. Amma yox, bu doğru bir düşüncə şəkli deyil. Oradan söz öyrənə bilər, əzbərləyə bilər, amma bunu istifadə şəklini bilmir. Geri qaytarmırsa. Ünsiyyət olaraq bunu istifadə eləyə bilməyəcək bu sözü. Sadəcə əzbərləyə bilər. Bəli. Gərək ki, doğru kontent seçilsin ümumilikdə. Gərək
düzgün kontent və seçiriksə, düzgün saat, sürə olaraq da bəli, çox bəli, vaxta diqqət edilməlidir. eləyiriksə, Bəli. yaşa diqqət eləyiriksə, Bəli. ancaq o halda əlbəttə ki, faydalana Bəli. bilərik. Ceyran xanım, valideynlər özləri nümunədir. Yəni uşaqlara nə qədər desən də, Bəli. 1-də, 5-də, 10-da, 1000-də, amma bir dəfə görməklə Bəli. uşaq götürür. Bu məsələdə də elədir. Yəni valideyn özü bir boş vaxt tapırsa, əgər telefondan yapışırsa o dəqiqə, uşaq da bunu görəcək. Bunun haqqında nə deyərdiniz? Valideynlərə tövsiyələriniz nə olardı? Bundan mənim Türkiyədə bir pasiyentim var idi. Hər dəfə tamam uşaq diqqət eksikliyi, hiperaktivitetəsi var idi. Bununla bağlı da dərman müalicəsi eləyirdik. Amma hər dəfə valideyn gəlirdi. Doktor, bizim uşaq heç bir həvəsi artmadı dərmandan sonra da dərs oxumağa. Bu zaten başladığımız dərmanlar həvəs artıracaq bir dərmanlar deyil. Sadəcə diqqət sürəsini uzatmaq məqsədli veririk. Mən artıq ən son valideynin şikayəti keçmir uşaqla bağlı. Ən son dedim ki, evinizdə kitab oxuyan kimsə varmı? Yox dedi. Dedim, təbii ki, bu uşaq kitab oxuma alışqanlığı olmayacaq bu uşaqda. Yəni bir evdəki bir balaca bir kitabxana yoxdursa, bir evdəki valideynlər kitab oxumursa, oxuma saatı deyə bir saat ayrılmırsa bir evdə, təbii ki, o uşağın Elə marağı olmayacaq. Elə marağı olmayacaq. Eyni şəkildə bu telefona da. Yəni sizin dediyiniz kimi də bir valideyn əgər bütün gün əlində telefon gəzirsə, yemək yediklərində belə açıb telefona baxırsa ya da televizor qarşısında yemək yeyirsə, təbii ki, bu uşaq da valideyndən gördüyünü göstərəcək. Eyni şəkildə bu uşağın da telefona, ekrana yönəlməsi daha çox olacaq. Ona görə hər şey valideyndən başlayır. Ceyran xanım, valideyn nəvazişlə uşağı bu asılılıqdan uzaqlaşdıra bilər yoxsa yox? Yəni sərhəd falan qoymadan, sırf qayğı göstərərək, sevgisi ilə, nəvazişi ilə, uşaqla söhbət eləyərək. Bunu bir asıllıq səviyyəsinə gəldikdən sonra çox da inandırıcı deyil valideynin nəvazişlə bunu uzaqlaşdırması. Amma təbii ki, burada uşağın mizacı da çox önəmlidir, xarakteri çox önəmlidir. Yəni bir daha uyumlu uşaqdırsa və burada bir də o bayaq dediyimiz valideynin uşaqla olan doğumdan başlayan bir bağlanmada problem yoxdursa, o zaman ola bilər ki, valideynlə uşaq arasında bir problem olmadığına görə ünsiyyətdə bir problem yoxdur. Və uşaqla, valideynlə uşaq rahat dil tapa bilir və mülayim davrandığında valideyn, nəvaziş göstərdiyində uşaq daha uyumlu olur. Amma təbii ki, burada uşağın əgər bir zor xarakterli, mizaclı bir uşaqdırsa, dışa dönük, yəni biraz aqressiyası, biraz davranış problemləri olan bir uşaqdırsa, təbii ki, burada valideyn tək başına bir yol qət eləyə bilməz. O zaman bir mütəxəssisdən ya bir psixoloqdan, dərman müalicəsinə ehtiyac varsa, bir psixiatrdan dəstək alması şərtdir. Ceyran xanım, təşəkkür edirəm bir daha dəvətimizi qəbul edib gəldiyiniz üçün. Belə maraqlı mövzuda biliklərinizi, bildiklərinizi hər tərəfli valideynlərlə, bizlərlə bölüşdüyünüz üçün minnətdaram sizə. Çox sağ olun. Mən təşəkkür edirəm dəvətiniz üçün. İnşallah faydalı olmuşdur. İnşallah valideynlər bir problem yaranmadan öncəsində bunun qarşısını ala bilərlər. Daha diqqətli olarlar. Umarım faydamız toxunmuşdur. İnanıram ki, elə olacaq. Çox sağ olun dəvətiniz. Efirimiz valideynlər üçün bir yol, hətta bir xəritə çəkmiş olacaq. Ceyran xanım, Smart Sağlam İnkişaf platformasından hədiyyəmiz var. Onu da qəbul eləyin. Çox sağ olun. Ümid edirik istifadə elədikcə bizi xatırlayarsınız. Çox sağ olun. Diqqətiniz üçün təşəkkür edirəm. Buyurun, Çox sağ olun. xoşdur. Sağ olun. Smart Sağlam İnkişaf platformasının Valideyn Bələdçisi adlı podkastının ilk efiri başa çatdı. Növbəti görüşlərədək izləmədə qalın. Sağ olun.